Ağlamaq deyir ki, Allah yolunda adam bir arada ağlamalıdır. Ağlamasa gözünün kanalı tutulacaq. Deyirsən, axı həmişə ağlayır, indi ya dədəsinə görə ağlayır, ya nənəsinə görə. O Allaha görə ağlamaq kanalı ola bilər tutulsun, amma eyni halda da insan başqa şeydən də ötürü ağlasın və gözündən də sel kimi yaş gəlsin. Amma ağlayır ki, Allah bəhsi gəlsin ortalığa, görsən gözünün yaşı quruyur. Ne o kanal tutulub da. Ona görə Allah Teala Həzrəti Musaya dəfələrlə eşitmişsiniz. Deyir ki, ya Musa gözündən ehsan elə mənə. Deyir, nə? Deyir, yaş. Yaş. Baxın, burada bir dənə hədis var. Allah Teala bunu Həzrəti İsa'ya deyir. Deyir, Allah Teala Həzrəti İsa'ya vəhy elədi. Deyir, ya İsa, həbli min eynikə dumua. Gözündən mənə hədiyyə elə. Həzrəti Musa'da da var ha. Həzrəti İsa'ya da deyir bunu. Deyir, Allah nəyi deyir? Əd-dumua. Göz yaşları. Göz yaşları mənə hədiyyə elə. Allah yaratdığı məxluqatından hədiyyə istəyir. Nəyi? Göz yaşları. Ne edirsən Allah bu mənim göz yaşımı? Heç nə, çətin yerində sənə verəcəm. O cəhənnəmin odun ancaq sənin göz yaşını söndürə bilər. Cəhənnəmin odunun qabağında ancaq sənin göz yaşını deyənə bilər. Cəhənnəmin o, məhşərin o susuzluğu var, aclığı var. Niyə görə? Orucun fəlsəfəsində nədir? Orucun neçə dənə fəlsəfəsi var? Biri də qiyamətin, aclığın və susuzluğun neynəməkdir? Yad eləməkdir. Onu indidən dadmaqdır. O susuzluqda səni kimdən nicat verə bilər? Allah deyir, göz yaşı. Mən buna görə səndən hədiyyə istəyirəm. Mənim özümə rast gəlib bəzi adamlar, görürsən, məcbur tutub cavanını, yaşlı adamını məcbur tutub cavandan pul alır. Hətta bəzən zahirən adam etiraz edir ona. Gəş, sənin axı, nə olsun nəvvəndür, nə olsun oğlundur, nə olsun qardaşın oğludur. Niyə döyə-döyə bundan pul alırsan? Veriləmə də bunu. Bir də görürsən ki, bir vaxt görürsən ki, buna heç nə pul lazım deyirmiş, nə də ehtiyac yox imiş. Bir gün gətdi, verdi ona, bunu quyunun dibindən çıxartdı göyə. Və Allah Teala o cürə deyir. Allah Teala o cürə eləyir. Deyir ki, ya İsa, göz yaşından hədiyyə elə mənə, göz yaşından hədiyyə elə mən neyim? Allah ne edirsən onu, mən onu sabah sənə verəcəm. Sabah siratın körpüsündən keçəcəksən. Necə keçəcəksən? Eşitmişsiniz də, qədimkilər deyirdi, tükdən nazı idi. O təmsildir, misaldır. Amma inanın ki, belə lap orada qoşa körpü salalara nəmlinlikdə. Gen onu keçmək belə asad deyir. Belə asad deyil. Orada lazım olur o iki damcı göz yaşı. Nəsə, buna baxın, burasına bir diqqət edin. Allah Həzrəti İsa kimi adamdan göz yaşı istəyib. İndi görün, o göz yaşının nə qədər damcısı var idi. Allah onu Həzrəti Musa'dan da istəyib, Həzrəti İsa'dan da istəyib. Məlum. Həzrəti Musa əleyhissalam Nəhcül Bəlağə da deyir, çölün otlarından o qədər yemişdi, üzündən, bədəninin, zahirindən o göy yeməyi bilinirdi. Yəni öz üzündə, bədənində təzahür eləmişdi o göyün təsiri. Və o boyda Həzrəti Musa. Həzrəti İsa'nın barəsində əleyhissalam deyir, istəyirsən, o qəşəng bir xütbədə elə başqa xütbələr kimi. Həzrəti Əli bu mövzuda danışır, deyir, neynəcinə? Bu işi gör, bu işi gör, bu işi gör. İndi mənim dalıncan gəlmirsən, deyir, ged Nuhun dalıcan. Belə eləmişdi. Mənim dalıncan gəlmirsən, ged, deyir, Musa'nın dalıcan. Belə eləmişdi. Mənim dalıncan, onun dalıcan getirmirsən, ged İsa'nın dalıcan. Deyir, Həzrəti İsa, ondan başlayır Həzrəti İsa'nın barəsində danışmağa. Deyir, Həzrəti İsa saimud dəhr idi. Qaimul leyl idi. Ömrü boyu Həzrəti İsa gecələri namaz qıldı. Bütün ömrü boyda gündüzlər nə oldu? Oruc oldu. Saimud dəhr. Bizim mötəbər rivayətlərimiz də var. Hətta İmam Rıza əleyhissalam Məsihilərlə bəhs eləyəndə dedi ki, Həzrəti İsa'ya bizim böyük ehtiramımız var, amma iradımız bir yerdədir ki, namaz qılmırdı. Oruç dururdu. İmam Rıza ona deyir. O da bir şübən saldı, sən elmi batil elədin, gözümdən düşdü filan. İmamın məqsədi başqa şeydir. Gözümdən düşdü, sən nə danışırsan? Həzrəti İsa gündüzləri ömrü boyu oruc oldu, gecələrdə ömrü boyu səhərə qədər namaz qıldı. Sən deyirsən namaz qılmır, ona imam ona dedi ki, kimə namaz qılırdı? O da onlardan idi ki, Həzrəti İsa'nı Allah bilirdi də.
İmamın məqsədi o idi ki, əgər bu Allahdırsa, niyə namaz qılırdı? Namaz qılırdısa, onda niyə siz buna Allah deyirsiniz? Baxın, burasında işimiz yoxdur. Onların özləri Həzrəti İsa'nın ibadətini o cürə qaildirlər və bizdə yəqinimiz var. Həzrət buyurur ki, Həzrəti İsa heç vaxt döşək üstə yatmadı. Heç vaxt döşək üstə yatmadı. Heç vaxt üstünə yorğan örtmədi. Həzrəti İsa'nın döşəyi deyir, torpaq idi. Balışı daşları idi, kəsəklər idi. Yorğanı da göy idi. Nə arvadı var idi bazara yollasın onu, nə uşağı var idi, nə dəsə fikrin qarışdırsın. Evlənməmişdi, ailə uşağı da yox idi. Heç sizdən istəməyib, mesaj yazmırlar 3 səhifə ki, ya isə gələndə bunları al gətir. Məlum, ata mənə əqqab al, ata mənə iPhone telefon al, ata mənə kompüter al, ata mənə nəmnə al, ata nəmnə oldu, ata bu mod çıxıb, o mod çıxıb. İnstitutun pulunu ver, məktəbin pulunu ver, o neynə? Evləndirəndən də sonra hələ 5 il dalında gəzdir, adamda iman qalmaz ki, hə? Amma Həzrəti İsa'ya nə mesaj var, yazan var idi, nə paltar istəyən var idi, nə toya aparan var idi, nə xınayaqda eləyən var idi. İşinin hamısını ancaq Allaha ibadət eləməyə sərf eləmişdi. Və bu İsa. Qulaq asın, bilirsiniz belə deyirəm. Bu İsa'nı siz tanıyırsınız. İstədim bunları yadınıza salam. Allah bu İsa'dan gözyaşı istəyir. Öz bilirsiniz də İsa da Allahın dərgahındadır. Və ma qətəluhu və ma sələbuhu və lakin şübbədə. Nə öldürə bilmədilər, nə asa bilmədilər. Onlara elə gəldi. İmam zamanla da gələcək inşallah. Hə? Bu dünya qəbul eləsə də, eləməsə də gələcək. Dünya alsan yaxşını qəbul edir. Eləsə də, eləməsə də gələcək. Məhsihi nə deyir desin, Yahudi nə deyir desin, Vəhhabi nə deyir desin. O imam zamanla gələcək. Özdə imam zaman ekibdə eləyəcək. İnşallah. Belə 2000 anmır, zəhmət çəksin, yaşasın, görsün. Ya bir iş görsün ki, gələndə dirilsin, görsün. Məlum, bu yerində. Ona da varımızda əməllərimiz vardır. Allahümme inkâne beynəhu və beyni və beynəhəl mavtulləzi cəaltəhu əla ibadikə hətmiyyən fəxruc min qəbri. Allah, əgər mənlə o həzrətin ölümün onun arasına, o ölüm ki, hamiyə bunu yəqini eləmsən, o ölüm fasilə düşsə, fəxric min qəbri. Allah, məni qəbrimdən çıxar. Qılıncım əlimdə siyrilmiş, nizəm əlimdə tutulmuş, özdə 2 əlli silah. Şahirən seyfi, mücərrədən qanatı, müləbbiyən dəvətə dair. Ləbbeyk deyə. Bu dualar onun gəlişində dirilməkdən ötürü. Kim şək gelir, o duadan oxusun. Vəhhabdə olsa oxusun, evi yox, bəlkə dirildi. O dirilməsə də o diriləcək, o qəbri yanacaq onu. Deyirdilər, qədimcilər, bala, mən öləndən sonra elə eləmək ki, qəbrimdə yanım mən. Qəbirləri yanacaq onlar. Həzrəti İsa gələcək, sözüm yoxdur, o gələcək 100%. Ancaq Allah eləsin ki, biz də görək də, nə olar? Biz də o qədər təpiyi yemişik, nə olar? Bizim də heç kimə təpiyi vermək fikrimiz yoxdur, amma icazə versələr 1-2 adam var, ona bir təpiyi yeri var. Bəzisinin, məsələn, kürəyinə, bəzisinin əyağına, bəzisinin də başına. Belə də, belə. Heç bəzisinin, məsələn, adam əyağına layiqi yoxdur, gərək atın ayağına tapdaqdırasın, məsələn, başı. O cürə, işimiz onda yoxdur. Sözüm bundadır ki, bu göz yaşın ki, Allah Teala Həzrəti İsa'dan istəyir, səndən, məndən istəmir, ha. Bax, bu danışdığımız Həzrəti İsa'dan istəyir. Bu danışdığımız Həzrəti İsa'dan istəyir. Sırf ona görə bax, İsa'nın barəsində var, deyir, salam olsun doğulan gününə, salam olsun yaşayan gün, ölən gününə, salam olsun dirilən gününə. Yəni, Həzrəti İsa'nın həyatının əvvəlindən, axırının hamısını Allah birini oradan deyib, birini oradan əhatə edib ki, yəni İsa'ya qiymət verib. Həmin İsa'dan Allah gözyaşı istəyir. İndi baxın, görün, o gözyaşı nə qədər dəyərlidir, nə qədər əhəmiyyətlidir. Onu bir dəfə gözdən axıtmaq lazımdır. Yenə təkrar edirəm. Bir gün olmazsa sabah mümkün deyil. Bir gün olmazsa sabah mümkün deyil. Gözdən bir dənə teatra baxır, adam ağlayır. Bir dənə kinoya baxır, adam ağlayır. Nə bilim nə? Niyə görə Allahın bu boyda səhnəsinə baxıb adam ağlamır? Allahın bu boyda əsərinə baxır, adam ağlamır. Biri bitkə birinə, yerində biri birinə kömək eləyəndə görsən qəhərlənir, gözləri dolur ki, nə yaxşı yerdə. Allah yerində nə qədər köməklik eləyib bizə. Və yaxud denən, indiyə qədər Allahın sənə verdiyi hansı yersizdir? Hansı yersizdir? O gözyaşı qiyamətdə bizə lazım olacaq. Onu nə qədər kanallar tutulmayıb, gərək axıdasın.
Bir dənə hədis var, deyir, Ən-nasu yəmurrun əla sıratı təbəqatın. Bunu oxuyum, tamam eləyirəm, 100%. Cəmaat sıratın körpüsündən bayaq danışırdı. Dedi ki, göz yaşı orada lazım olacaq. Cəmaat o körpünün üstündən neçə təbəqə keçəcəklər. Müxtəlif formada keçəcəklər. Yəni, elə deyir, elə hamı gəlsin körpünün üstünə, neynəsin? Elə bir sürətlə 60 hamı keçəcək. Körpü üstü ondan artıq sürmək olmaz. Nə altında saxlamaq olmaz, nə üstündə maşını. Gərək gəlib keçəcək. O körpü bu körpüyə, onun altında da saxlayacaq, Allah üstündə də saxlayacaq. Altında saxladığını da yandıracaq, üstündə saxladığının da arada bir ayağının altını qızışdıracaq. Niyə? Üçün arada ayağının altı belə də gedir, o yana bir yana. Məlum. Deyir, oradan insanlar təbəqə ilə keçəcək. Fəminhum mən yəmurru misləl bərq. Bir dəstə yıldırım kimi keçəcək. Eşitmişsiniz də bu hədisi acı. Bir dəstə yıldırım kimi keçəcək. Və minhum mən yəmurru bimisli ədviz fərəs. Bəzisi bərqqaçan at kimi keçəcək. Və minhum mən yəmurru həvvətən. Bəzisi sinəsi ilə sürünə-sürünə keçəcək. Və minhum mən yəmurru məşşən. Bəzisi belə xırda addımlarla keçəcək. Və minhum mən yəmurru müəlləqən. Amma bəziləri müəlləq, bağlı halında keçəcək. Yəni nə? O sürətlə keçən də keçəcək, o birisi də keçəcək, hətta piyada yeriyən də yeriyəcək. Sinəsi ilə gedən də dayanmayacaq, gedəcək. Bax, ona bir variant var, sinəsi üstə sürülməkdən də nədir? Ağırdır. Bu sinəsi üstə sürülsün, ya piyada geçsin, eləsin, amma bu belədir ki, müəlləqə. Arada dayanacaq, arada gedəcək. Öz xoşuna dayanmır, yəni arada saxlayacaqlar, arada icazə verəcəklər getməyə. Bir dəstə də belə olacaq. Qəd təxuzun narı minhu şeyən fətədriq şeyən. Arada cəhənnəmin o dəyəcək buna, arada dəyməyəcək. Baxın, bu dərim. Sıratın körpüsündən ara gedirlər, siz bilirsiniz. Beşdə də onun başqa variantı yoxdur ki. Sırat, həmin o körpü ki, deyir ki, qəntərə, o beşdin körpüsüdür ki, cəhənnəmin üstündən keçir, ya cəhənnəmin içindən keçir. Ki, ayə müxtəlif baxışla ki, İvəyin minkum illə variduha, hamız cəhənnəmə daxil olacaqsınız. Məqsəd, yəni, onun içindən ya yanından keçib gedəcəksiniz beşdə. Deyir, bir dəstənin oradan keçməyi belədir ki, arada o da ona dəyəcək. Yəni, cəhənnəmli deyil. Beşdə qazanıb, amma gərək bir cəhənnəmi datsın. Bax, o göz yaşı orada lazımdır adama. Onunla büyün olmasa, necə namaz büyün yoxdur, sabaha qalanda heç sabahda olmur, elə onun kimidir. Ki, Allah, baxın, əhəmiyyətini biz də təkrar eləmək istəyirəm ki, Allah Həzrəti İsa kimi bir dənə adamdan nə edirdi? Göz yaşı istəyirdi. Özdə İsa, sən Həzrəti Zəkəriyyə ilə Həzrəti İsa söhbət edəndə danışmışam istədir, Yəhyə ilə. Bir zamanda yaşayırlar, Həzrəti Yəhyə ilə Həzrəti Zəkəriyyə. Həzrəti Yəhya da heç evlənməyib, o da elə o cürə. Deyir, Həzrəti İsa gülürdü, Həzrəti Yəhya gülməkdən hətta biraz acığı gələrdi. Həzrəti Zəkəriyyə ağlamağa çox üstünlüğü vermişdi. Və deyir, Həzrəti Zəkəriyyə cəhənnəmdən yaddan danışanda görürdü ki, Yəhya gəlir, tez söhbəti dəyişirdi. Həzrəti Yəhyanın o sözlərə dözümü yox idi, qəşş eləyirdi Allahın qorxusundan. Həzrəti Yəhya Allah yolunda başın mişarla ağacın içində ağac qarışıq kəsdilər. O qəşş eləyirdi, hələ Allah yolunda bir dənə dırnağım sınmayıb. Keyfimə də deyir dünya. Amma Allah yolundakı başın onun mişarla kəsdilər. Həmin adam cəhənnəmdən Həzrəti Zəkəriyyə atası danışanda nə idi? Qəşş eləyirdi. Özdə hələ onun dünyaya gəlməsə Həzrəti Zəkəriyyə deyir, Rəbbi həbni övladən yarısını və yarısı Ali Yəqub. Allah mənə bir övlad ver, qoca yaşında verdi də, mən və Ali Yəqubdan irs aparsın. Məlum, onu ki Allah onun xahişinə vermişdi, Həzrəti Yəhyanın aqibəti tam şəkildə məlum idi. Amma gəldi əməlləri ilə onu subut elədi. Durdu bir dənə zalimin qabağında, axıra qədər axırda mişarla başını kəsdilər. O cəhənnəm ayəsi gələndə nədir? Qorxusundan qəşş eləyirdi. Biz gündə 30 dəfə cəhənnəm ayəsini oxuyub tərcümə eləyir, elə belə qəşəng nitqlə də danışır, görsən heç keyfimizə də deyir. Həzrəti Yəhya qəşş eləyərdi. Ona görə Həzrəti Zəkəriyyə o gələndə mövzunu dəyişərdi. Bir gün Həzrəti İsa gülürdü, Həzrəti Zəkəriyyə Yəhya dedi ki, ya Musa, sən elə bil Allahın Ya İsa, mən getdim biraz qabağa. Ya İsa, sən elə bil Allahın əzabından amandasan. O cürə ki, gülürsən.
Həzrəti İsa dedi ki, ya Yəhya, elə bil sən də Allahın rəhmətindən məyus olmuşsan. Qaldılar, ikisi də Cənab-ı Cəbrəyə gəldi. Dedi ki, Allah Teala ikisizə də salam deyir. İkisi də Allahın Peyğəmbəri idi də. Deyir, kim mənə nisbət daha hüsnü zənnidədirsə, mən onu daha çox sevirəm. Həzrəti İsa daha çox hüsnü zənn edir də. Baxın, bu Həzrəti İsa. Allah onun xasiyyətini sevib. Onunla belə deyir, nə deyir? İsa'ya deyir ki, həbli min eynikə dumuə. Gözündən mənə dumu, bir dənə yaş, bir daş yaş damcısı hədiyyə elə.